Hazırda olduğumuz bu ərazi Şamaxı rayonunun Çalxan və Nüydü kəndlərinin ərazisidir. Qeyd etmək istədim ki, məhz bu antisanitar vəziyyət burada artıq uzun müddətdir davam eləyir. Dəfələrlə aidiyyatı qurumlara və yerli kənd icra nümayəndəsi və bələdiyyəsindən müraciət olmasına baxmayaraq ərazidən zibil tullantıları, zibil qırıntıları yığışdırılmayıb. Tarixi zənginliyi, təbiət gözəlliyi ilə ad çıxaran Şamaxının bəzi əraziləri var ki, tarixi zəngin olsa da gözəlliyindən heç bir əsər əlamət qalmayıb. Nüydü və Çarxan kəndlərinə səfər edən qonaqlar bunu öz gözləri ilə görə bilərlər. Yol kənarı və körpü altlarına yığılan xoşagəlməz zibil qalaqları həm görüntü olaraq can sıxıcıdır, həm də antisanitariya vəziyyəti yaradıb. Maraqlıdır ki, sakinlər özləri də bu mənzərənin heç də xoş olmadığı qənaətindədir. Rayon mərkəzindən cəmi bir qədər aralıda yerləşən bu kəndlərin gözəl təbiəti bilərəkdən və ya bilməyərəkdən korlanaraq zibil poligonuna çevrilir. Dəfələrlə aidiyyatı qurumlara, rayon icra hakimiyyətinə müraciət edilsə də, bu bərbad mənzərə hələ də davam etməkdədir. Zibil qalaqları sadəcə ürək bulandıran mənzərəsi ilə deyil, həm də kəskin üfunəti, eləcə də potensial xəstəlik mənbəyi kimi qalmaqda davam edir. Zibilliklərin yaşayış sahələrinə yaxın olması isə xüsusi risk qrupunda olan insanlar üçün ciddi təhlükə yaradır. Qonşu kətdən gətirib su tökürlərdi. Bələdiyyə bilərdə, bələdiyyə deyilib, müraciət olunub, belə ki, tədbir görülüb. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etdik. 5 kəndi əhatə edən Çarxan Bələdiyyəsinin sədri müraciətimizə cavab olaraq bildirdi ki, sözü gedən kəndlərin ərazisində qeydə alınan zibilliklərlə bağlı onu deyə bilərik ki, həmin ərazilər bələdiyyə tərəfindən mütəmadi olaraq təmizlənir və nəzarətdə saxlanılır. Zibil yeşiklərinin, konteynerlərin və ya xüsusi poligonların yaradılması, eləcə də tullantıların xüsusi texnikalarla daşınması bələdiyyənin mövcud maliyyə və texniki imkanlarından kənardadır. Buna baxmayaraq, bələdiyyə öz daxili imkanları hesabına təmizlik işlərini davam etdirir. Hesab edirik ki, bu məsələnin tam, davamlı və sistemli həlli üçün aidiyyatı qurumların dəstəyi ilə yanaşı əhali arasında ekoloji mədəniyyətin formalaşdırılması və maarifləndirmə tədbirlərinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir, deyə bələdiyyə sədri bildirib. Bəli, bu fikirlərdə həqiqət var, lakin ən böyük həqiqət ortada olan mənzərə və onun tezliklə həll olunmasıdır. İlham Əhmədov, Talih İbrahimov, Layiq Qələndərli, APA TV, Şamaxı.